Düzdür, mən diyetoloq deyiləm, amma nəyə görə yeməkdən özünü saxlaya bilmirsən? Şirniyyat, çörək və ya digər şeyləri, bu barədə mən sənə kömək edə bilərəm. Belə ki, insan hər hansı bir şey edəcəm deyirsə və etmirsə, bu zaman o özünü yaxşı hiss etmir. Yəni xəcalət, utanc, günahkarlıq kimi bir duyğuları hiss etdiyi üçün zamanla daha çox bunu etdikdə öyrənilmiş bir çarəsizliyə sahib olur. Yəni mən bunun öhdəsindən gələ bilmirəm. Onsuz da mən bunu bacara bilmirəm. Beləliklə davranış möhkəmlənir. Yəni sən bunu günü-gündən daha çox artıracaqsan. Bunu dayandırmaq üçün bir yol ola bilər. Belə ki, kiçik addımlarla dəyişikliyi başlada bilərsən. Yəni hər dəfə deyib eləməməkdənsə, bu gün balaca bir addımdan, məsələn, bir dilim çörəyi azaltmaqla və yaxud da axşam saatlarında bu gün üçün şirniyyatı aradan götürməklə başlaya bilərsən. Bunun əvəzində isə günün sonunda və yaxud da həftənin sonunda xoşladığın bir şeyi yeməklə, məsələn, o sevdiyin şirniyyatın dadına baxmaqla özünü mükafatlandıra bilərsən. Beləliklə, müsbət davranışı mükafatlandırmaqla sən onu möhkəmləndirə bilərsən. Və sən vəziyyətdən çıxdıqca daha yaxşı özünü hiss edəcəksən, özünə daha çox güvənli olacaq ki, mən artıq bunu bacarıram, bu çox rahatdır və beləliklə bu problemin öhdəsindən gələ biləcəksən.